Hamıya salam dostlar, hər vaxtınız xeyir olsun. Gözümüzü açanda bugün möhtəşəm bir təpə ilə qarşılaşdıq. Bu əməliyyat dostlar London sessiyasında açıldı və hal-hazırda siz onun screenshotunu və videosunu görəcəksiniz. Möhtəşəm bir əməliyyat oldu dostlar. Nə qədər də burada manipulyasiya eləməyə çalışsalar da alınmadı. Qiymət getdi, təpə oldu. Əməliyyata girişi falan başa salacağam. Nəyə görə giriş oldu və s. Amma gəlin bundan qabaq mən bugün sizə trading jurnalını nəyə görə aparmaq vacibdir və bunun sizə nə kimi xeyri dəyə bilər ondan danışacağam. Hal-hazırda gəlin jurnalımızı açaq dostlar. Gördüyümüz kimi bizim jurnal, yəni mənim şəxsən istifadə etdiyim trading jurnalı Notion saytındadır. Yəni orada yaradanda süni intellektin sizə təklif eləyir. Nəyi yaratmaq istəyirsiniz? Orada sadəcə trading jurnal yazın və buradan sizə lazım olan parametrləri əlavə edin. Gördüyümüz kimi dostlar, yanvarın 19-undan jurnalı aparıram və biz burada çox gözəl bir emosiyalar qoymuşam. Stop loss'a belə əsəbi bir emoji qoyuram və burada bizdə pozitiv bir şeylər var. Dostlar, biz görə bilərik ki, bizdə burada kifayət qədər çoxlu stop loss olub, amma mən sizə indi vacib bir şey qeyd eləyəcəm. Hansını ki bilmək çox vacibdir ümumiyyətlə. Baxın, gəlin biz burada baxsaq, məsələn, burada mən lotları yazmışam, əməliyyat növü, stop loss olub, təpə olub. Burada əslində çox əməliyyat stop loss olmayıb, sadəcə stop loss kimi qeyd eləmişəm, vaxtından tez bağlamışam sadəcə. Burada məsələn, əməliyyatların hər birinin qrafikləri var. Məsələn, bu əməliyyatı biz açıb hal-hazırda baxa bilərik, hansı əməliyyat olub. Gördüyümüz kimi. Sonra məsələn bu birisi əməliyyat aça bilərik basanda. Yəni bu çox vacib bir şeydir dostlar. Nəyə görə vacibdir? Siz öz əməliyyatlarınızı həmişə görməlisiniz və analiz eləməlisiniz. Baxın, əməliyyata girəndən sonra mən məsələn əməliyyatı bura yapışdırıram. Baxanda ki, məsələn hansı əməliyyatdır? Baxın, bugünkü əməliyyatdır, bu təpə olub və burada da qeyd olunub. $1280 təpə. Okey. Burada hansı sessiyada açıldığı qeyd olunub, sonra əməliyyata nəyə görə girmişəm, onun səbəbləri. Yəni bunu bilmək çox vacibdir dostlar. Bunu çox adam eləmir, amma eləmək vacibdir. Çünki biz burada öz səhvlərimizi görürük. Mən ən azından baxa bilirəm ki, mən Asiyada məsələn $657, $140, $178 itirmişəm. Londonda qazanmışam. Yəni belə mən nəticəyə gələ bilərəm ki, mənim üçün Asiya sessiyası uğursuzdur. Yəni burada hansı siqnal var? Yəni ki, Asiyada əməliyyata girmə. Yəni bu mənə aiddir. Elə adam olar bilər ki, Asiyada əksinə daha uğurlu olsun. Amma yəni mən burada rəsmi olaraq bütün statistikamı görürəm. Və burada bu qədər stop loss olsa da dostlar, gəlin stop lossların bir dənə məbləğinə baxaq. Məsələn, ən böyük stop loss burada $657 olub. Burada görürük ki, $140, $178. Stop lossların sayı çox olsa da dostlar, baxın, bir dənə bugün əldə elədiyim təpəyə, məsələn Euro USD-də bütün bu stop lossları örtbasır edir. Əməliyyat açanda həmişə buna fikir verin və ümumiyyətlə tradingə biraz riyazi tərəfdən yanaşın, çünki bu dostlar riyaziyyatdır. Burada əslində mən baxsam bizdə burada bütün əməliyyatlarda stop loss bəlkə də, burada qeyd olunmayıb, gərək qeyd edeyim onda. Stop loss burada $500 olub. Baxın, bu minus 140, minus 178 yazılan hər bir əməliyyatda stop loss $500 olub. Amma soruşa bilərsiniz ki, nəyə görə burada $140-dır? Çünki dostlar, məsələn, mən girirəm qrafikaya, analiz eləyirəm və baxıram ki, qiymət əks tərəfə çönməyə başlayır. Mən girib görürəm ki, aşağı time frame-də bildiyin struktur dəyişikliyi var. Mən o əməliyyatı oturub belə stop olmağını gözləmirəm. Məsələn, $500 itirməkdənsə $140-dan canımı qutararam və ondan sonra bir dənə uğurlu əməliyyatda bütün bu mənfiləri bərpa eləyərəm. Qazanmağa çalışdıqda ən birinci daha az itirməyə öyrəşməlisiniz. Yəni daha az ziyandan bağlamaq olar əməliyyatları. Bizdə bugün bir dənə təpə ilə başlayıb hələ ki hal-hazırda 16-11-dir. Mən New Yorku gözləyəcəm. New Yorkdan sonra manipulyasiya olarsa əməliyyata yenidən girəcəm, yeni bir əməliyyat axtaracam, giriş nöqtələri. Bu jurnalın dostlar, məndə hətta dəftər versiyası da var. Hal-hazırda şəkillərini siz burada görürsünüz. Əllə də yazıram və onlayn şəkildə burada da qeyd eləyirəm hər birini. Çünki mən jurnal aparanda dostlar daha məsuliyyətli oluram. Məsələn, mən bunu sizdən paylaşıram da indi. Mən buradan necə bir dəxlisiz əməliyyat paylaşım və dəxlisiz əməliyyat açım, onu sizdən paylaşım ki, mən belə bir boş-boşuna əməliyyat açmışam. Çünki məsuliyyət var və o məsuliyyətə görə sən daha ciddi yanaşırsan işinə, çünki sən bunu jurnala qeyd eləyəsən. O əməliyyat boş-boşuna stop olandan sonra sən o əməliyyatı açıb burada baxanda öz-özünə sual verəsən ki, mən niyə bunu elədim ümumiyyətlə? Ona görə jurnal aparmaq vacibdir. Bugün, məsələn, Euro USD əməliyyatımız sadəcə aqressiyanın üzərində daxil oldum. Əməliyyat
əməliyyata girəndə məsələn stop burada deyildi əslində. Stop çox qısa məsafədə idi. Sonra belə bir yüngül korreksiya başladı. Mən bilirdim ki, bu qiymət buradan qayıtmayacaq. Nəyə görə? Belə qayıtmaq olmur dostlar. Sonra buradan yüngül korreksiya verməyə çalışdıq və qiymət yenidən getdi yuxarı. Bu sadəcə dostlar göz yaddaşıdır. Yəni bu əməliyyat açıq-aşkar göz yaddaşıdır. Təpəni də nəyə görə qoymuşdum artıq bəllidir. Yəni burada qeyd eləmişəm. Biz getdik buradakı maksimumları vurmağa. Bəlkə də qiymət bundan da yuxarı gedəcək. Amma mən qiyməti açdığım yerdə baxın. Mən əməliyyatı buradan açmışam, düzdür? Buradan xətt çəkəndə dostlar, hardadır o? Buradan. Biz artıq bu likvidliyi keçmişdik. Məsələn, mən hədəf kimi məndə növbəti bura idi. Və mən bunu götürdüm, çıxdım. Mənim vecimə deyil. Bundan sonra qiymət aşağı düşüb, sonra korreksiya verib bunların dalıyca gedəcək və yaxud da ki, başqalarının arxasıca gedəcək. Mənim vecimə deyil. Mən ən yaxın olan likvidliyə təpəmə qoydum və təpəmi götürdüm. Bundan qabaq dostlar, Euro-USD çox gözəl bir minus elədi. Çünki Euro-USD-də açıq-aşkar short trend var idi. Amma birdən-birə istiqamət çöndü və biz getdik likvidlikləri yığmağa. Mən də dostlar, təcrübəyə əsasən artıq çünki dəfələrlə bu şeyi baş verib və buna görə sizə jurnalı aparmaq lazımdır ki, siz məsələn əməliyyatı açanda görəsiniz ki, belə bir yerdən əməliyyatı açmışdım, mən stop oldum. Məsələn, gecə yüzdə GPA məni çox gözəl bir manipulyasiya elədi. Burada görə bilərsiniz ki, mən 125 dollardan orada bağladığım əməliyyat nəticədə bugün gedib təpə olub. Məsələn, bu əməliyyatı mən bağlamasaydım, bu əməliyyat təpə olacaqdı və 1000 dollar mənə gətirəcəkdi. Məni sadəcə baxın, bu hərəkət gecə allatdı və mən çox gözəl şəkildə stop oldum. Halbuki bəlkə də gedib indi təpə olacaq, amma Frankfurtda biz manipulyasiya ilə qarşılaşdıq və Asiyanın maksimumu vuruldu. Belə bir vəziyyət qarşıma çıxanda mən görəcəm ki, belə bir şey olanda bu belə bitmir yəni. Artıq bu göz yaddaşıma həkk olacaq mən və səhvlərimi açıq-aşkar görəcəm. Ona görə də burada bu hərəkət başlayandan sonra mən burada ümumiyyətlə short axtarmağa başlamadım. Çünki dostlar, bu başın götürüb gedirsə, yəni bu gedə bilir. Yəni bu korreksiya vermədən lap bura kimi də gedə bilər. Ona görə də sadəcə hərəkətin davamına mən orada sadəcə balaca time frame-lərdə giriş axtarırdım. Mən buralardan girdim. Əməliyyat buradan yüngül korreksiya verə-verə getməyə başladı. Baxın, əməliyyat bura gələndə məndə artıq stop loss burada idi. Stop lossu sıfırda idi. Heç nə itirməyəcəkdim əməliyyat bağlanandan sonra. Amma gördük ki, qiymət, məsələn, buranı keçdi, fikir verin. Ən əsas məsələ, konteksti başa düşmək lazımdır. Dostlar, baxın, qiymət burada FVG yaratdı, düzdür? Okey. Qiymət normalda bura reaksiya verib, buradan qayıdıb aşağı getməli idi, amma getmədi. Biz gördük ki, bizim FVG-miz çöndü oldu iFVG və bizdə çox gözəl bir, belə bir hərəkət baş verdi. Yenidən bura korreksiya, buradan artıq long istiqamətə davam və struktur özünü hər dəfə təsdiqləyirdi. Ona görə də mən əməliyyatı təpəyə kimi saxladım və stop loss ondan sonra saldım aşağı ki, yox, bizdə struktur konkret olaraq longdur hal-hazırdakı vəziyyətə görə. Ona görə bu əməliyyat qalmalı idi. Yüzdə GPI-də də aşağı getdi, yüzdə GPI götürmədim çünki mən gecə əməliyyatı açdım, səhər gördüm ki, stop olmuşam və qiymət ondan sonra aşağı gedib. Kədərli idi, bəli, amma nə etmək olar? Yəni bu səhvləri eləməsək biz nəticə çıxara bilmərik buradan dostlar. Ona görə də bunların hər biri sizin gözünüzün qarşısında olmalıdır. Məsələn, burada görürsünüz, mən əməliyyatı tez bağlamışam və əməliyyat yekunda gedib təpəni də vurub keçib, ondan sonra düşüb aşağı. Burada bizdə sadəcə dostlar, manipulyasiya oldu, qiymət bəlli bir hədəflərə çatdı, baxın. Və ondan sonra getdi aşağıdakı hədəflərə və çox güman ki, bizdə indi hədəf bura olacaq. Təbii ki, 100%lıq heç nə yoxdur, amma hədəf kimi indi New York açılandan sonra əgər geriyə korreksiya olarsa, məsələn bu cür, hansı bir likvidlik yığılar və burada FVG zonası var. Bura korreksiya verib, buradan məsələn mən aşağı time frame-də aşağıya doğru qırılma görsəm, baxın belə. FVG, FVG-yə test və aşağı bağlanma, mən buradan artıq short əməliyyat axtaracam. Çünki hal-hazırda struktur budur. Bir neçə gün əvvəl, hətta bir həftə əvvəl biz uzun müddətli bir əməliyyat açmışdıq dostlar, elə Euro-USD-nin özündə. Əməliyyat 4 gün short getdi. Harda idi o? Baxın. Bizdə təpə hardasa buralarda idi. Gecə olub bu hərəkət. Bazar açılan kimi dostlar düz təpənin yanında açılıb və ondan sonra 4 günə getdiyi hərəkəti sadəcə bir günə baxın, bugün. Bugün və dünən. Görün nə qədər dəyişdi. Bu 4 gündür dostlar short gedirdi. Bildiyiniz short gedirdi.
və bir gündə hərəkət dəyişdi. Ona görə də dostlar, bazarda biraz cəld hərəkət eləmək lazımdır. Və ümumiyyətlə bu jurnalı aparandan sonra və təcrübəyə əsasən deyə bilərəm ki, gün ərzində əməliyyat açırsınızsa dostlar, 10 pipsdən maksimum 30 pipsə qədər. Mənim indiki əməliyyatım burada hardasa 27 pips idi və təpə oldu. Hal-hazırda da görürsüz 30-a kimi də çatdı. Mən sadəcə burada hərəkətin davamına girmişdim. Vəssalam. Bugünkü videodan bu qədər dostlar. Ümidvaram ki, hər birinizə faydalı oldu dostlar. Jurnal mütləq aparın, çünki bunu aparmaq çox vacibdir. Siz ayın axırında statistikanıza baxasınız. Mən məsələn artıq fevral ayına keçəndə yanvar ayının açıb statistikasına baxacağam və görəcəm ki, mənim hansı sessiyalarda əməliyyatlarım uğursuzdur, hansı valutalarda uğursuzdur və əməliyyatı hansı səbəbdən açmışdım, niyə stop oldu, niyə təpə oldu. Vəssalam dostlar, bugünkü videodan bu qədər. Ümidvaram ki, bu video sizə faydalı oldu.